Salam, hər vaxtınız xeyir olsun yenidən. İkinci sınağın izahını veririk. 11-ci siniflərin 2026-cı il imtahan, buraxılış imtahanına uyğun olan istər qrammatika, istər readingin suallarını izah edəcəyik. İmtahan formatına uyğun olan suallardır, istər readingin söz səviyyəsi baxımından da həmçinin. 7-ci sualdan başlayırıq. Deməli, zaman mövzusudur. Şərtdə tensi form olduqda hər zaman demişik ki, imtahanda tensi form sualında ilk olaraq bağlayıcı axtarın. Ən çox aktual olan zaman mövzusuna aid olan testlər bunlardır. Zaman bağlayıcıları ki var. Before, after, if, till, until, unless, when, while. Bu tip bağlayıcılardan sonra, zaman bağlayıcılardan sonra, yəni onlarla başlayan cümlədə gələcək zamandan bitmiş forma olmaz. Əsasən təbii ki, will, shall olmaz. Yəni həvəzət sögəli feilin üçüncü forması olmaz. Bu səbəbdən C, D, Y variantı gedir. Bunlar bitmiş formadır. Bu bağlayıcılardan sonra bitmiş gəlməz. İkinci addım isə uzlaşmadır. Uzlaşma qaydasına görə keçmişlə mütləq keçmiş uzlaşmalıdır, amma indiki ilə gələcək uzlaşa bilər və ya nadir hallarda indiki uzlaşa bilər. Baxırıq ki, B variantında leave tərk etmək feilinin indiki zaman formasıdır. İkinci cümlə isə had keçmiş zamanda ola bilməz. Yəni indiki ilə keçmiş uzlaşmaz. Keçmişlə keçmiş olmalıdır. A-dakı left leave-in keçmişidir, had də keçmişdir. Cavab olacaq A variantı. 8-ci sualda deməli, cavablardan bəllidir ki, qoşa bağlayıcıları bilməliyik. Bağlayıcılar mövzusundan. Aiz ilə or olur, nor olmaz. Aiz ilə həmçinin and olmaz, or olar. Boz anddir qoşa bağlayıcımız. Boz or deyilən bir qoşa bağlayıcı yoxdur. Həmçinin naiza or da olmaz. Naiza nor olmalıdır. Cavab qalacaq D variantı. Bu tip sadə suallardan imtahanda da olur. Yəni bu sınaq da zaten imtahan suallarına uyğun, formatına uyğun sınaqdır. Cavab qalır D variantı. 9-cu suala baxırıq. Definition-dır. Definition deməli qaydasında təbii ki, sözləri uzlaşdırmalıyıq. Məsələn, 3-sə go surfing var. Surfingə getmək, surf etmək. Surfingə getmək məsələn verə bilərik burada. Objects C bəndi take part iştirak etmək sports idmanda, riding on the road of a surfboard üzərində yolda deyir surf etmək, üzərində sürmək mənasındadır. Təbii ki, go surfing surf idman növüdür. Surfing 3 olacaq C. 3C. 2-də keen on həvəsli olmaqdır. Həvəsli olmağı verə bilərik. If you are keen on doing something, nəsə etməyə həvəslisənsə, sən onu çox etmək istəyirsən. Təbii ki, o da həvəsli olmaq zaten keen on cümlənin içində var. 2 olacaq. A bəndi avtomatik 1-ə də B bəndi qalır. Juggle ümumiyyətlə görmüsünüzsə, məsələn, almanı və ya topu əlində göydə fırlatmağa əsasən bu hərəkətə juggle deyirlər. İndi burada mənasına diqqətlə baxaq. Keep saxlamaq 3 və ya daha çox obyekti moving in air havada deyir hərəkət edərkən, by throwing atmaqla onu və ya tutmaqla onu sürətli şəkildə. Bəli, dediyimiz məsələdir. Juggle 1 qalacaq B. 1B, 2A dedikdə cavab olur A variantı. 10-cu sualda sürətlə izah edəcəm, amma çalışacağam, yəni imtahanda daha dərindən necə texniki məsələlər istər baxımından, istər bilik baxımından necə olmalısa o formada izah edeyim. Kim nəyisə anlamasa yenidən geri dönüb təkrar izləyə bilər həmin hissəni. 10-cu sualda yəli hal qaydasına görə deməli, yəli hal qaydasında məsələlər nədir? Yəli hal qaydasında apostrof S və S apostrof doğru verilməlidir və özündən sonra isim gəlməlidir. Baxırıq ki, məsələn, ikinci bənddə, məsələn, Stanford daha doğrusu soyadı, insan adı böyük hərflə yazılır, oradan bilirik. Böyük hərflə yazılan insan adları və ya soyadlarından əvvəl Z artiklı gəlibsə, S bitişməlidir. Yəni, S apostrof olmalıdır. Misir gəldikdə, mırı-mırısı olduqda isə S ayrılır, amma burada Z artiklı gəlibsə əvvəldə, insan adlarının əvvəldə Z artiklı gəlibsə, S bitişməlidir, ona görə yanlışdır. Ən çox imtahana bu tip suallar düşür. Yəni kökündən cəmlənənlərə S yapışdırıb cəmləmək olmaz qaydası mütləq nəzərinizdə saxlamalısınız. Yəli düşsə bu formada düşəcək. Children özü zaten cəmdir. Child tək, children kökündən cəmlənib, artıq bu cəmdir. S-in apostrofdan əvvələ keçməyi sözü cəmləmək məqsədi daşıyır. Yəni burada artıq children cəmdirsə, S-i sözə yapışdırmağın bir mənası yoxdur. Yəni kökündən cəmlənənlər apostrof S-lə cəmlənməlidir. S apostrofdan olmaz. Qalır 1, 4, 5. Təbii ki, 3 variantlı cavablarda 1, 4, 5-i götürəcəyik. Cavab olacaq D variantı. 2-ni atdığımıza görə C gedir, digərləri də həmçinin. 11-ci suala baxırıq. Deməli, mübtəda xəbər qaydası deyirik biz buna. MX qaydası və ya yəni mübtəda xəbər olmalıdır. Əslində qayda nədir? Şərtdə komplet yazır. Hətta heç imtahanda şərtdə komplet yazmasa belə bir cümlənin ortasından və ya bir cümlənin ardıca, bir cümlənin, yəni burada bir cümlə var zaten, yəni mübtəda xəbər. Cümlənin ardıca ikinci cümlə verdikdə mübtəda xəbər ardıcılığı ilə vermək lazımdır. Və testlərdə çox vaxt KMX, yəni köməkçi mübtəda xəbər sual cümləsinin quruluşu olduğuna görə biz KMX-ları, köməkçi feil mübtəda xəbər ardıcılıqlarını atmalıyıq. Məsələn, A variantında if-i çıxıram. Niyə? If bağlayıcıdır. If-lə işim yoxdur. Belə xətt çəkirəm. Bunlar bağlayıcıdır. Biz bunlardan sonra mübtəda xəbər verməliyik. Məsələn, A variantına baxıram ki, had and received KMX-dır. Burada and mübtədadır, had köməkçi keçib əvvəlinə. Bu olmaz. Yəni köməkçi mübtəda xəbər ardıcılığı olmaz.
Həmçinin C variantında da had and got, yəni köməkçi mübtəda xəbərdə olmaz. Y variantında da had and got kimıqdır. Ona görə qalır B və D variantı. B və D variantında da problem nədir? Deməli, B variantında wanted to know, bu mövzuda bilinməli olan bir neçə xırda qeyd var. Məsələn, biri budur. When, what time-dan sonra have, has üstə gəlir feilin üçüncü forması, yəni indiki bitmiş gəlməz. Təkrar deyirəm, when, what time bağlayıcılarından sonra have, has, yəni indiki bitmiş forma gəlməz. Bu imtahan üçün ən önəmli olan qeydlərdəndir. İkincisi də budur ki, wanted to know, ask, wonder. Bu üç feildən sonra z bağlayıcı qəti qadağandır. Cavab olacaq B variantı. 12-ci suala baxırıq. Deməli, 12-ci sualda passive voice cümləni ki, bir cümləni passive voice keçirərkən bu imtahanın ən aktual suallarındandır. Şərtdə bir cümlə verir, deyir ki, bunu passive keçir. Bir cümləni passive keçirərkən 3 addım izləməlisiniz. Birincisi budur ki, tamamlıq, yəni xəbərdən, get xəbərdir təbii ki, xəbərdən sonra gələn tamamlıq cavablarda başa keçməlidir. A good deal of support gəlməlidir əvvələ. Baxırıq ki, məsələn, C variantında gəlməyib. Digər variantlarda a good deal of support gəlib əvvələ, yəni tamamlıq başa keçib. Birinci addım bu. İkinci addım zamanı dəyişməmək. Zamana baxmaq üçün təbii ki, xəbərə baxmalıyıq. Şərtdə xəbərimiz gets, feilin sonunda s olduqda indiki zaman hesab olunur. Variantlarda zaten hamısı indiki zamandır. Üçüncü addımımız isə formadır. Şərtdəki gets sadə formadır. Yəni bitmiş olması üçün həfəz olmalıdır. Davam edici olması üçün ayıncı olmalıdır. Heç biri yoxdur. Sadə formadırsa, sadə forma B variantında isə həzbin bitmiş formadır. Və ya dolayısıyla belə deyə bilərik. Şərtdə əvəzət yoxdursa bu mövzuda cavabda da əvəzət vermək olmaz. Qalır AD-yi. Passivin xırda qeydləri var, mütləq bilinməlidir. Hər il imtahanda var. Is been, was been, were been, are been deyilən şey yoxdur. Belə şey mümkün ola bilməz. Həvəzətdən sonra bin gələr. Əmizar was were-dən sonra bin gəlməz. Qalır A və Y variantı. Başqa baxırıq ki, burada qayda nə ola bilər və Passivdə bir xırda qeydlərdən biri də budur ki, şərtdəki cümlənin mübtədası our organization, bizim təşkilat, bu işarələdiyim şərtdəki cümlənin mübtədası cavablarda verilməməlidir. Əgər verilərsə, by ilə verilməlidir. Məsələn, bu hissəyə baxın B variantı, daha doğrusu yəni məsələn olsun elə B variantında bəli by our organization deməli mübtəda xəbər, daha doğrusu mübtəda by ilə verilib. Bu formada olmalıdır. Amma bizim əlimizdə A ilə Y variantı qalıb. Y variantında our organization əvvəlində by yoxdur. Bax, burada by olmalı idi. Ona görə ümumiyyətlə A variantı verir. A variantında ümumiyyətlə by our organization verilməyib, verməyə də bilər, bəli. Amma mübtədanı, yəni şərtdəki cümlənin mübtədasını cavabda verərsə, o zaman by ilə verməli idi. Ona görə də Y variantı səhvdir, by yoxdur, yəni qalacaq A variantı. 13-cü sualda deməli, ümumiyyətlə bu tip cavablar imtahanda olduqda ki, əsasən imtahanın aktual suallarından biridir. Aslı, obyekt falan formalar. Burada bir mexanizm var ki, onu bilmək lazımdır. Nöqtədən sonra isim gəldikdə aslı forma verilməlidir. Yox, əgər isim yox, əvvəldə fiil və sözünü gəlibsə, obyekt hal verilməlidir. Heç biri gəlmirsə, müstəqil verilməlidir. Məsələn, burada nöqtədən sonra living ing kimi gerund, yəni isim neticəsi kimi də ola bilər cümlədə. Burada mən başa düşə bilmirəm onun tərk etməyini. Burada living çox güman ki, gerunddur. Gerund kimi tərcümə ilə götürə bilərik bizi tərk etməsini. Və isim olduğuna görə ing-lər bilirsiniz ki, isim də ola bilər, sifət də ola bilər, feili sifət də ola bilər. Burada tərcümə ilə onun tərk etməsi nəyi və ya sənin bizim tərk etməmiz düz gəldiyinə görə isim kimi götürüb aslı forma verə bilərik. Aslı forma cavablarda zaten cavab bir dənə hördür, C variantıdır. Məsələn, D variantı niyə olmaz? Müstəqil formadan sonra isim gəlməz, heç əvvəl feil də gəlməz müstəqildən. He ilə Z adlıq haldır. Yəni bunlar cümlədə yalnız mübtəda vəzifəsində işlənə bilər. Cümlənin ortasında və ya feildən sonra bunların işi ola bilməz. Qalır C və Y variantı. Əslində bu sualda izah elədikcə baxıram. Məsələn, I can understand her leaving us. Burada nöqtədən sonra əgər leaving ing olarsa her aslı forma olmalı. Təbii ki, cavab C qalacaq. Amma you obyektdir. Biz burada leaving-i feili sifət kimi də götürə bilərik. İngiliscə bu tip cümlələr də var. Mən başa düşə bilmirəm məsələn səni tərk etməyini, bizi belə bir pis vəziyyətdə burada you da olsa, yəni biraz düzdür, təbii səslənməsə də, amma dərinə getsə imtahanda belə suallar adətən olmur. Yəni iki variant arasında qalıb ən yaxın olanı seçmək belə bir məsələ ola bilməz buraxılış imtahanında. İndi bu sualda var. Əslində C variantı daha uyğun gəlir. Təbii ki, adətən belə cümlələr üçüncü şəxsə fokuslanır. Mən başa düşə bilmirəm her leaving us, onun bizi tərk etməsini belə bir pis vəziyyətdə. You olduqda mən başa düşə bilmirəm səni tərk etməyini bizi. Əslində Y variantı da biraz dərinə getsə doğru ola bilər. Nəysə ki, cavabı C variantı deyə çox uzatmayaq. 14-cü sualda nöqtədən sonra interesting ideas. Sifət isim gəldi və iki isim yanaşı gəldi. İkinciyə baxırıq, ideas cəmdir. A little maçdan sonra cəm isim yox, sayılmayan tək isim gələr. A lotdan sonra ümumiyyətlə isim və ya sifət isim qadağandır. Only few deyilən bir şey yoxdur. Only a few var. Bilirsiniz ki, only-dən sonra ya a few ya a little gəlir. Ona görə cavab qalır D variantı. 15-ci sualda
Yenə nöqtədən article qaydası. Nöqtədən sonra sifət isim gəldikdə təbii ki, article veririksə biz sifətə yox, ismə baxmalıyıq və iki isim yanaşı gəldikdə belə ikincisinə baxmalıyıq. Film sayılan tək isimdir. Sayılan tək ismi boş saxlamaq olmaz. Mütləq article olmalıdır. Və burada Z artiklı verməyəcəyik. Niyə? Mən dünən televizorda bir maraqlı filmə baxdım. Ümumiyyətlə əvvəlində sifət gələn isimlər adətən Z yox, EN artiklı verilir. Keçən sınaqda da dedim. Əgər Azərbaycan dilində bir sözünü deyə bilirsinizsə tərcümə ilə, mən baxdım bir maraqlı bir filmə bir sözünü deyə bilirsinizsə E artiklı vermək lazımdır, Z yox. Yəni bu artıq məlum yox, ümumi təsviri xarakteri daşıyır. Təbii ki, interesting i hərfi ilə başladığına görə interesting yox, an interesting verəcəyik. Bəzən şagirdlər çaşdırır, elə bilir ismin, yəni filmin birinci hərfinə baxmaq lazımdır. Xeyr. An artiklı özündən sonra gələn səsə görə müəyyənləşir. Interestingdəki i hərfi varsa, deməli an interesting verəcək. Qalacaq A və D variantı. Televizorda da dedikdə burada artıq Z artiklı verilməyəcək. Çünki televizor ümumi, məsələn TV ilə on TV, on televizion verilir. Burada artıq Z artiklı məlumluğa verməyə ehtiyac yoxdur. Burada televiziya dedikdə əşya yox, əsasən deməli burada belə deyək də telekommunikasiya şəbəkəsi nəzərdə tutulduğuna görə ümumi olacaq, müzərrəd olacaq. Z artiklına da ehtiyac yoxdur. Cavab qalacaq D variantı. 16-cı sualda cavablarda bir feilin müxtəlif formaları olduqda normal, anormal və ya infinitiv, yəni məsdər və ya ayıncı gəlmə qaydasıdır. Bu imtahana yeni salınan mövzulardan əslində. Bəzi bir neçə feillər var ki, həmin feillərdən sonra ayıncı gələr. Biz normalda demişik ki, ingilis dilində iki feil bir-birinə bitişik gəldikdə, məsələn, enjoy və ya listen bir-birinə yanaşı gəldikdə mütləq arasında to olmalıdır. Bu baxımdan Bakı variantıdır. Bu əsasən belədir, amma bəzi feillər var ki, onlardan sonra gələn feil ayıncılı formada gəlməlidir, to'lu formada gəlməz. Ona görə cavab qalacaq C variantı. Enjoy həmin feillərdən biridir. O feilləri də inşallah YouTube kanalında imtahana qədər paylaşacaq. İmtahana düşmə ehtimalı az olsa da, amma yenə də bilmək lazımdır. 17-ci sualda cavablarda həm was, həm were, yəni imtahanın bir sualı budur. Həm tək, həm cəm xəbər olduqda mütləq mübtəda xəbər uzlaşmasını eləyin. Elə axırıncı buraxılış imtahanına da belə düşmüşdü. Əndli birləşmələrin xəbəri hər zaman cəm olur. Sağı, solu tək olsa belə, cəm olsa belə fərq eləmir. Mübtəda əgər əndli birləşmədirsə, mütləq xəbər cəm olmalıdır. Was tək, is tək, qalacaq cavab 1, 2, 3. 2-dəki will də bilirsiniz, gələcək zaman həm tək, həm cəmdir. 28-ci interrogativ, sual cümləsi. İnterrogativ gördünüz, bilin ki, bu k-m-x qaydasıdır. Yəni köməkçi feil, mübtəda xəbər ardıcılığı. Təbii ki, bunun əvvəlində də sual sözü gəlir. Sual sözündən sonra k-m-x gəlməlidir. Məsələn, baxırıq ki, burada with what sual sözüdür, burada what, həmçinin sual sözləridir. Bunlardan sonra k-m-x gəlməlidir. Məsələn, A variantına baxırıq ki, the poet, şair, mübtəda ilə başlayıb. Heç bir sual cümləsi mübtəda ilə başlaya bilməz. Sual sözündən sonra köməkçi feillə başlamalıdır. Məsələn, B variantına baxırıq ki, does köməkçi, poet mübtəda, həzzə xəbərdir. Əla, amma do bu mövzunun ən əsas ikinci qeydi budur ki, do did does köməkçi feildirsə, do did does-dan sonra gələn feil ana formada olmalıdır. Məsələn, həvəsət feilinin ana forması həvdir. Bax bu. Həz ana forma deyil. Məsələn, D variantında da did, poet, had, k-m-x-dır. Amma do did does-dan sonra ana forma gələr. Had ana forma deyil. Keçmiş zamanda. Bəzən uşaqlar D variantını çaşıb verirlər ki, did keçmişdir, had də keçmiş verək. Xeyr. Bir cümlənin daxilində yalnız birinci gələn feil birləşməsi, feilin hissəciyi zamanı bildirə bilər. Bir cümlədə 2-3 dənə feil zaman bildirə bilməz. Birinci zaman bildirə bilər və salam. Ona görə cavabımız C variantı olacaq. Bəzən də poet tək olduğuna görə çaşıb həz verirlər. Yenə deyirəm, əvvəldə do did does bu işləri zaman və şəxs şəkilsinin üzərinə götürür. Artıq do did does olan yerdə xəbərdə zaman və şəxs xüsusiyyətləri ola bilməz. Qalacaq cavab E. Daha doğrusu C variantı. Y variantı niyə səhvdir? Y variantında had köməkçi desək, poet də mübtəda desək, to compare xəbər ola bilməz axı. İngilis dilində xəbərdə to ola bilməz. Y variantı da gedir. 19-cu suala baxırıq. Daha doğrusu 1-ci 18 idi, yəqin burada çap xətası olub. 19-cu sualda, so do I qaydası. Bu qaydada deyirik ki, təsdiq cümləyə so to also ilə cavab veririk, inkara naizə ayzə ilə. Bu cümlə təsdiq olduğuna görə naizə ayzələri atırıq. Qalır B, D-ci. Bu mövzunun ikinci qaydası isə köməkçi feil qaydasıdır. Deyir ki, I am going, mən ziyarət edəcəm elmi muzeyi. Deyir, bəs sən? Deyir, həmçinin mən də, yəni mən də gedəcəm ziyarət etməyə. Bu cümlənin xəbərinin birinci komponentinə baxmaq lazımdır. I am-dir bu. Təbii ki, I apostrof S, M, I am-in qısaltmasıdır. Am bilirik ki, əmizar was were to be ailəsinin üzvlərindəndir. Və köməkçi feil qaydamıza görə to be-yə to be ilə cavab verməliyik. Əmizara əmizarla cavab verməliyik. Amma C ilə D-də does-la, do did does-a keçirib köməkçi feili. Bu olmaz. To be ailəsinin üzvlərindən biri varsa, elə to be ilə də cavab vermək lazımdır. Təbii ki, am is ola bilər, is are ola bilər, are am ola bilər. Bu şəxsə görə dəyişir. Məsələn, burada I-dır, burada he-dir, ona görə dəyişir. Amma yenə də to be vermək şərtdir.
19-da qalacaq Bakı variantı. 20-ci suala baxırıq. 20-ci sualda yenə zən hər buraxılışa düşən, o birisi sınavda da zən idi, səhv etmirəmsə, zən bizdən müqayisə dərəcəsi istəyir. Müqayisə dərəcəsini yaradan more erdir. Amma bad ilə good sözündə təbii ki, məsələn, badin müqayisəsi worse-dür, D variantı. Üstünlüyü də A variantı the worst-dür. Good'un müqayisəsi better-dir, üstünlüyü də the best-dir. İndi biz burada, məsələn, gəl variantlarda çıxdaş eləyək, more better deyilən şey yoxdur. Çünki better zaten good'un kökündən dəyişib müqayisəyə keçmiş formasıdır. Bir də ona əlavə more verib müqayisəni yaratmaq olmaz. Better özü onsuz da kökündən dəyişərək müqayisəyə çevrilib. Ondan sonra məsələn ata bilərik burada Y variantını. Match bizdən müqayisə istəyir. Best üstünlük dərəcəsidir. Heç zənə də uyğun deyil. Y variantını da atırıq. Qalır A, C, D. A ilə C variantı isə üstünlük dərəcəsidir. The best worst biz müqayisə verməliyik deyə D variantı badin müqayisəsi worst qalacaq. 21-ci suala baxırıq. 21-ci sualda modal feilin qaydasında bilirik ki, having to deyilən şey yoxdur. Həvəzətlə to arasında nöqtə belə girə bilməz. İnkar falan heç nə girə bilməz. C variantında out'un to'su olmalıdır. Y'də having to'su olmalıdır. Bilirik ki, həvəzət out able'dan sonra to gəlməlidir ingiliscə modal feillərdə. Geri qalanlardan sonra to olmaz. Qalır A və D variantı, deməli tərcümə eləməliyik. It's a free event. Free pulsuz deməkdir. Pulsuz tədbir isə bilet almağa ehtiyacın yoxdur. Tərcüməyə görə A variantı. 22-ci suala baxırıq. 22-ci sualda deməli make-up sentence cümlə qurma sualıdır. Cümlə qurma sualında birinci mübtəda, sonra xəbər, sonra tamamlıq. Əsasən bu ardıcılığı yadda saxlayın. Əgər sual cümləsi olmasa, əsasən ki, mübtəda xəbər olur, nəqli cümlə olur. Birinci mübtəda ilə başlamaq lazımdır. Mübtəda təbii ki, burada minlərlə turist ola bilər. Thousands of tourists. Məsələn, last summer zamanlar həmişə axırda gəlir. Məsələn, ada da mübtəda ola bilər, amma xəbərimiz visit, ziyarət etdi olduğuna görə ada ziyarət etdi olmaz. Minlərlə turist ziyarət etdi. Məsələn, bax belə deyək. Birinci bu. İkinci turist, üçüncü bu. Minlərlə turist, thousands of tourists. 1 2 3 1 ardıcıllığını qoyacaq. 2 3 1 2-3-1 yalnız Y variantında var. Yenə də 5-4 yoxlayaq. Aha, minlərlə turist ziyarət etdi. The Island. O da tamamlıqdır Island. Adanı last summer. Bəli, qalacaq Y variantı. Reading-in də keçən sınavda olduğu kimi qapalı yox, açıq suallarına baxaq. Daha qısa vaxt keçsin. Təbii ki, qapalı suallar imtahanda yəni çox da izah eləməyin bir mənası olmur. Yəni buradakı qapalı sualları izah eləsək, buradakı reading-ə, kontekstə görə izah eləmiş oluruq. İmtahanda bu tərcümə ilə dəyişir yəni. 27-ci sualda significant sözünə sinonim istəyir bizdən. Burada da diqqət edin ki, antonim yoxsa sinonim istəyir. Buraxılışda antonim də düşüb. Yəni belə bir ehtimal da var. Ona görə elə ancaq sinonim axtarmayın. Paragraf 3-dən significant-da sinonim istəyir. Significant əhəmiyyətli, vacib deməkdir. Important, crucial, essential, necessary. Bunun sinonimləridir. Paragraf 3-də. Paragraf 3-də deməli extreme mətni oxumadığıma görə axtarmaq məcburiyyətindəyəm. Yəqin ki, az vaxt alar. Important. Təbii ki, cavabımız important olacaq. Important, significant ikisi də əhəmiyyətli, vacib deməkdir. 28-ci sualda definition. Definition da keçən sınavda dedim. Definition-da tərcümə etməmişdən əvvəl diqqət edin ki, 3 məsələ. To ilə başlayana to ilə feil verməliyik, feil nitq hissəsi verməliyik. ENZ artiklı ilə və ya isimlə başlayana isim verəcəyik. ING və ed ilə başlayan definition isə sifət verəcəyik. Yəni definition hansı nitq hissəsi ilə başlayıbsa, həmin nitq hissəsini axtarmaq lazımdır. Həmin nitq hissəsində olan söz verməliyik. Stay, qalmaq, alive, canlı. In a difficult situation, çətin vəziyyətdə canlı qalmaq. Aha. Bu sağ qalmaq, survive kimi sözlərə uyğun ola bilər. Paragraf 1-dən istəyir. Yəqin ki, survive olar. Çətin vəziyyətdə də sağ qalmaq əsasən survive. Bəli, survive burada sağ qalmaq deməkdir. To survive, əvvəlində to versəz daha yaxşı olar, amma imtahan meyarına görə to olmasa belə sözün kökünü verdiniz. Təbii ki, ed, es, yəni zaman və şəxs şəkilləri varsa atmalısınız onları. Burada da yoxdur. Rahat işimiz. Məsələn, survive ed ilə olsaydı, sonunda d hərfi olsaydı, onu atıb verməliydiniz. Yoxsa yarı bal gedir. Amma to-nu versəz də, verməsəz də problem deyil. Baxaq 28-də 2 söz dəyişimi. Deməli, tayga forest, tayga meşələri are amazing because, are amazing, möhtəşəmdir. Tayga meşələri möhtəşəmdir çünki. Mətndə axtaraq bunu. Deməli, tayga meşələri möhtəşəmdir. 3-cü paragrafın 1-ci cümləsi. Tayga meşələri möhtəşəm çünki. Biz çünkidən sonranı dəyişməliyik. Çünkidən sonra, ümumiyyətlə, bax, bu işarələdiyim yeri dəyişəcək və cümlədə sözü dəyişərkən mütləq şəkildə cümləni tərcümə edin. Tərcüməsinə uyğun şəkildə, kontekstə, mətnə uyğun dəyişmək lazımdır. They show, onlar göstərir. How, necə life can adapt mənimsəyir, extreme conditions,
yəni son dərəcədə olan ekstrem vəziyyətləri, yəni son dərəcədə dəhşətli vəziyyətləri də ola bilər, çətin vəziyyətlər. Ekstrem burada belə deyək, çətin mənasında, çətin vəziyyət, ekstrem vəziyyətlər mənasındadır. Çətin vəziyyətlər mənasındadır. Məsələn, ekstrem yerinə hard vermək olar, severe vermək olar, ondan sonra harsh vermək olar. Bax, bu ekstremi dəyişmək burada daha rahat olar. Conditional situation da vermək olar. Biraz belə deyək, meşələrin vəziyyəti baxımından situation tam da təbii səsləməsə də, amma yenə də iki söz dəyişimində səhv götürülməz. Yəni vəziyyət baxımından condition, situation da vermək olar. Ekstrem amma harsh, severe, hardla, difficult-la rahatlıqla dəyişmək olar. Show-nu demonstrate-lə vermək olar. Bu hətta 9 mart imtahanında səhv buydu. Göstərmək deməkdir show. Show demonstrate vermək olar. Bu formada iki sözü belə də dəyişə bilərik, bu qədər.